Salam dostlar, mən bugün sizə uşaqların yay tətilindən danışacağam. Necə etmək olar ki, onların yay tətili onlar üçün daha faydalı olsun. Bir valideyn kimi mənə gəlir ki, bu sual hər kəs narahat edir, o cümlədən də məni. Əlbəttə, onlar indi dərs ilini bitiriblər və istəyirlər daha rahat istirahət etsinlər, çox yatsınlar, ondan çox oynasınlar, çox əylənsinlər, çox yesinlər və s. Səyahət etsinlər, dostları ilə çox vaxt keçirsinlər. Bunlar hamısı gözəldir, amma biz bir valideyn olaraq onlar üçün elə bir mühit yaratmalıyıq ki, özümüzü də o mühitin içərisinə daxil etməklə bunlar kitabla da vaxt keçirə bilsinlər. Hər bir uşaq mənə elə gəlir ki, ən azı gündə istirahət vaxtında heç olmasa bir neçə saatdan bir yarım saat kitab oxumalıdır. Kitab oxumaq niyə mütləq şəkildə vacibdir? Birincisi, o yay aylarını belə faydasız keçirmir. Bu faydalanır bu yay aylarından. O özünü yeni dərs ilinə hazırlayır. Kitab oxumayanlarla eyni sinifə gələndə bu artıq özünü bir pillə qabaqda hesab edəcək. Yəni istəyirsiniz, əgər uşaqlarınız bir pillə qabaqda olsun, mütləq şəkildə yayda onlara kitab oxutdurun. Ola bilər ki, uşaqlara, deyək ki, Kapitan Qrantın uşaqları kiminsinsə maraqsız ola bilər və yaxud da Balaca Şahzadə kiminsinsə maraqsız ola bilər. Amma bizim uşaqların həmişə qəlbinə bir yol tapmaq mümkündür. Bu nədir? Mənə elə gəlir ki, uşağınızın marağı nəyədirsə, məsələn, deyək ki, mənim oğlum pişikləri çox sevir və mən onun haqqında, pişiklər haqqında yazılmış kitabları həmişə gətirirəm və o pişiklər haqqında yazılan kitabları oxuyur. Kimlərsə dinozavr haqqında, dinozavrları çox sevir, dinozavr haqqında kitabları vermək olar ki, və kiminsə uşağı səyahəti çox sevir, riyaziyyatı çox sevir və onunla bağlı kitabları vermək olar və beləliklə siz onun faktiki marağına xidmət etmiş olacaqsınız. Ona elə gəlir ki, siz ona xidmət edirsiniz. Bu həm də bu deməkdir ki, o yəni sizin istəyinizə uyğun kitab oxuyur. Yəni kitab həm də ona kömək etmək məqsədi daşıyır. Yəni kitab əslində baxsın insana kömək etməlidir mütləq şəkildə. Əgər kitab oxuyursunuzsa, o kitab sizə kömək etməlidir. Sizin dünya görüşünüzü inkişaf etdirməlidir. Sizin danışığınıza, ondan söz bazanızın genişlənməsinə, böyüməsinə yardım etməlidir. Dünya görüşünüzə mütləq şəkildə yardım etməlidir. Əgər siz hansısa bir yerə səyahətə gedirsinizsə, mütləq şəkildə o yerlə bağlı uşaqları məlumatlandırın. O tarixi abidələr varsa ora getmək, o yerdə doğulan məşhur insanlar varsa onların bioqrafiyasını oxusun və s. Deyək ki, kosmosa bağlı uşaqların indi daha çox kosmosla, fəza ilə, planetlərlə, planetlər arası əlaqələrlə, başqa planetlərdə həyat varmı və bundan sonra insan həqiqətən də başqa planetlərdən gəlibmi, yad planetlilər var ya yoxdur. İndi uşaqların buna çox böyük həvəsi var. Bununla bağlı onlara mütləq şəkildə fantaziya ədəbiyyatı alın və uşaqlar oxusun və onlar onun təsəvvürlərini gücləndirsin. Eyni zamanda mütləq şəkildə valideynlər də kitab oxumalıdır. Bizə elə gəlir ki, biz özümüz telefonda oynamalıyıq və uşaqlar kitab oxumalıdır. Yalandır, belə şey olmur. Sən kitab oxuyacaqsan, uşaq sənə baxacaq, o da kitab oxuyacaq. Və eyni zamanda başqa bir məsələ, məsələn, mən oğlumla bağlı çalışıram ki, o ümumiyyətlə həftədə bir neçə dəfə hansısa fəndən dərs alsın. Məsələn, riyaziyyatdan dərs alır. Yəni onu tam o dərs mühitindən, öyrənmək mühitindən daha doğrusu, öyrənmək mühitindən ayırmıram. Bir var məktəb, bu məktəblər əslində baxsanız iradə tərbiyəsidir. Yəni insan, hətta bir yerdə oturmaq istəməyən insan bir yerdə oturmalıdır, 45 dəqiqəni oturmalıdır, sonra fasilə verməlidir, sonra yenə də gəlməlidir. Bu nədir? Bu həm də iradə tərbiyəsidir. Məktəb həm də ki, bir kollektiv şuur formalaşdırmaqdır, bir empati hissini paylaşmaq, digər insanı hiss etməkdir. Xəstəni, sağlamı, idmanda bərabər dostlaşmaq, paylaşmaq, dostuna yardım etmək və s. Bunlar, yəni ki, bu həm də insanın özünün
iradəsinin tərbiyəsidir. Bu mənada məktəbin bu tərəfləri də var. Amma təhsil eyni zamanda başqadır. Biz təhsil uşağımıza hər zaman, hər yerdə təhsil verməliyik mütləq səyahətdə də, evdə də, bayırda da və s. İndi sual verərsiniz ki, biz hansı kitabları oxudaq uşaqlarımıza? Bu çox fərdidir, bu çox individualdır. Mütləq şəkildə uşaqlarınızın fikirlərini dinləyin. Onlar nəyə baxırlar? Müşahidə edin onu. Nəyə baxırlar? Bizim valideyn olaraq uşağımızın içərisindəki onun genetik böyüklüyünü görməliyik. Yəni o genlər, o kimdir uşağımız? Yəni ki, o idmançıdırmı? O üzgüsü-müdür? O rəssammıdır? O ümumiyyətlə uzaq məsafəyə qaçandır? Yoxsa qısa məsafəyə qaçandır? O idmançı ola bilər, futbolçu ola bilərmi? O bəlkə basketbolda yaxşı olacaq. Yəni biz mütləq şəkildə yaxşı valideyn həm də yaxşı uşağını müşahidə edəndir. Mütləq şəkildə müşahidə edin. Onun əlləri uzundurmu? Ya bədən hissəsi, gövdəsi ayaqlarından daha uzundur, ayaqları daha uzundur. Bu biz bəzən deyirik, insanlar deyirik, bədəninizi tanıyın. Əslində bədəni tanımaq, özünüzü tanıyın deyir. Özünü tanımaq nədir? Bir var ki, sən özünü dinləyirsən, özünü, düşüncələrini tanıyırsan, nə ilə bağlı sənin düşüncən necədir? Bir də var ki, sən ümumiyyətlə özünə baxırsan və öz bədən quruluşundan başa düşürsən ki, sən nəyə meyillisən. Məsələn, deyək ki, gövdəsi qısa olan insan heç zaman uzun məsafəyə üzə bilməz, mümkün deyil. Və yaxud gövdəsi böyük və ayaqları qısa olan insanlar uzun məsafəyə qaça bilməzlər. Yəni ondan qaçışı da olmaz. Sən onu qaçışa yönəltsən də. Oturub düşünməyi bacarmayan adamla yaxşı şahmatçı ola bilməz. Yəni demək istəyirəm ki, fokusu az, zəif olan adamla yaxşı riyaziyyatçı da ola bilməz. Çevik düşüncəsi olmayandan yaxşı riyaziyyatçı da ola bilməz. Təhlil etmək qabiliyyəti olmayandan, deyək ki, analitik təfəkkürü olmayan insandan bir siyasətçi və yaxud da hansısa bir münasibətləri həll edən bir şəxs də çıxa bilməz. Yəni bu mənada bizim gözümüz zərgər dəqiqliyi kimi uşaqlarımızın bax bu məsələsində ondan istifadə etməliyik ki, onlar düzgün seçim etsinlər. Biz onları hansısa bir qərar qəbul etməyə məcbur etməməliyik. Əksinə onlara dəstək verməliyik və eyni zamanda bilməliyik ki, bunun əgər deyək, yaxşı cərrah barmaqları uzunsa bundan yaxşı cərrah ola bilər və bu yəni məsələ burasındadır ki, mən bu bədən quruluşunu onun düşüncəsi ilə eyni olmasını niyə görə deyirəm? O mükəmməl insan yaranışına xidmət edən bir məsələdir. Yəni sən bədənlə düşüncəni bir yerə gətirirsən və buna təkan verirsən, onda artıq mükəmməl bir nəticə ortalığa çıxmış olur. Bax belə, çalışın ümumiyyətlə uşaqlarınız mütləq şəkildə bu yayda kitab oxusunlar, səyahət etsinlər, muzeylərə getsinlər, rəsm çəksinlər, foto şəkillər çəksinlər və deyin ki, siz nə gözəl şəkil çəkirsiniz və yaxud da fikirlərini dinləyin, paylaşsınlar. Hər halda kitabdan onları uzaqda saxlamayın, özünüz də kitabdan uzaqda durmayın. Xoş mütaliələr arzu edirəm, uğurlar sizə.